Salam əziz astrologiya həvəskarları. Bugün sizə çox önəmli bir kollektiv planet tranzitindən danışacağam. Çünki 26 aprel tarixindən etibarən Uran artıq sonuncu dəfə İkizlər bürcünə keçid edir və qarşıdakı 7 illik müddətdə, yəni 2033-cü ilə qədər İkizlər bürcündə hərəkət edəcək. Baxaq görək Uranın qeyri-adiliyi ilə seçilən bu Uran planetinin İkizlər bürcündə hərəkəti dünyada hansı dəyişimlərə səbəb olacaq? Çünki həqiqətən də son tarixə nəzər yetirsək, sonuncu dəfə 1940-cı ildə Uran Əkizlər bürcündə hərəkət etmişdi. Buna da toxunacağam videonun ilərləyən dəqiqələrində. İndi isə Uranın Əkizlər bürcünə keçidi dünya üzərində hansı təsirləri verəcək, eyni zamanda sizin bürcünüzə əsasən hansı dəyişimləri gətirəcək, bunlara keçid etmək istəyirəm. İlk öncə onu deyim ki, Uran kollektiv planetdir və Uran dəyişiklik yaradan, yenilik gətirən, öz fərqliliyi ilə seçilən texnologiya, innovasiya sahələrində yeni bir enerjinin təməlini qoyacaq bir planetdir. Və təbii ki, Əkizlər bürcünə keçid isə Əkizlər bilirsiniz ki, ünsiyyət, kommunikasiya, zeyin, beyin, danışıq, tədris sistemi, texnologiya ilə bağlantılı olduğu üçün və Uran planeti də yenilik, dəyişim, bəzən üsyan, bəzən isə sürətli şəkildə bir şeylərin yerini dəyişməsi ilə bağlantılı olduğu üçün Uran Əkizlər bürcündə qarşıdakı 7 il ərzində dünyanı həqiqətən də düşüncə, texnologiya və yeni innovasiya mövzularında sürətli bir dəyişimə aparacaq. Bu dəyişimlərin əsasını beyin və informasiya mövzularında yeniliklər qarşıdakı 7 illik döngüdə bizi gözləyir. İlk öncə yeni sosial media platformaları yarana bilər. Yəni, hal-hazırda gördüyümüz sosial media platformalarından əlavə olaraq yeni, daha fərqli, daha sürətlə və daha çox sayda biz platformalarla rastlaşa bilərik. Eyni zamanda mövcud platformalarda böyük dəyişimlər, sürətli dəyişimlərin yaşanmasını da biz izləyə bilərik. İnformasiya yayılması qarşıdakı 7 illik döngüdə çox sürətli gedəcək. Hətta saxta, yalan informasiyaların yayılması da həddindən artıq çox olacaq. Bu dönəmdə insanlar nəyə inanacaqlarını, əllərində olan informasiyanın doğru olub-olmayacağını çox da təyin edə bilməyəcəklər. Hal-hazırda zaten Instagramda, ümumilikdə sosial şəbəkələrdə yayılan belə deyim, AI videolarından da bunu görmək olur. Qarşımıza bir çox videolar çıxır, amma bir çoxları onlar kompüterlə hazırlanmış videolar olduğu üçün onların düzgün olub-olmadığını zaten indidən artıq biz bəlli edə bilmirik və qarşıdakı 7 il ərzində bunun daha sürətlə yayılacağını və yalan, saxta xəbərlərin, saxta informasiyaların daha çox olacağı bir zamana işarədir bu tranzit. Bununla yanaşı, düşüncə tərzində insanların dəyişim baş verəcək. Yəni, klassik düşüncə tərzindən daha çox insanlar daha müasir, daha yenilikçi, daha sürətlə düşünən və yeniliyə açıq bir zehinə sahib olacaq qarşıdakı dönəmdə. Kollektivdə daha yeniliyə gedən, daha innovativ və sürətli düşüncə tərzi, yeni ixtiralar, yeni kəşflər, fərqli-fərqli düşüncələr, fərqli-fərqli zehnin və beynin məhsulu olan məlumatlar daha çox yayılmağa başlayacaq. Təhsil sisteminə də bu təsirsiz ötüşməyəcək. Çünki təhsildə yeni bir sistemə biz keçid eləyə bilərik. Hətta ola bilər ki, onlayn təhsil sisteminə keçid olsun qarşıdakı 7 illik döngüdə. Eyni zamanda klassik məktəb sistemindən daha müasir, daha texnoloji bir məktəb sisteminə qarşıdakı 7 il ərzində sürətlə keçid baş verə bilər. Və qarşıdakı 7 il ərzində insanların akademik, dərin bilgilərdən daha çox qısa informasiyalar alacağı, sürətli informasiyaların alıb ötürəcəyi bir döngü olacaq. Yəni, qarşıdakı dönəmdə diplomdan daha çox, yəni akademik, dərin bilgidən daha çox, daha bacarıqlı və zehni olan, düşüncəsi olan, yeni ixtiralar eləyən insanların
dönəmi bizi gözləyir. Nəqliyyat sahəsində hansı dəyişikliklər baş verəcək? Nəqliyyatda isə əkizlər bürcü qısa səyahətləri təmsil eləyir, qısa səfərləri təmsil eləyir. Uranın burada yeniliyi, ixtirası nə verə bilər? Qısa səfərlərlə bağlantılı yeni, belə deyim, hər hansı bir nəqliyyat vasitələri icad oluna bilər və yaxud da yeni nəqliyyat vasitələri, şəhərlər arası nəqliyyat vasitələrində hər hansı bir dəyişikliklər baş verə bilər. Daha sürətli, məsəl üçün, nəqliyyat sistemləri belə deyim, artıq texnologiyaya təqdim oluna bilər. Media gələndə isə bayaq da qeyd elədiyim kimi çox sayda biz saxta xəbərlər görəcəyik. İnsanlar hansı məlumata inanacam deyə düşünəcək. Ümumiyyətlə inanacağımız məlumatlar çox az olacaq və eyni zamanda alternativ media deməli gücləri də, alternativ media da bu zaman ərzində çox güclənmiş olacaq. Ümumilikdə qarşıdakı döngüdə həqiqətən də media informasiyanın çox bol olacağı, məlumatların çox olacağı, zehnin, düşüncənin çox məşğul olacağı, hətta zehnimiz və düşüncəmiz çox sayda informasiya almış olacaq və bu da nəyin işarəsi ola bilər? Qarşıdakı döngüdə insanlarda əsəb sinir sistemləri kimi psixoloji problemlərə də səbəb ola bilər qarşıdakı dönəmlər. Bu dönəmlərdə insanlar daha az səbirli olacaq, daha çox düşünməyə başlayacaq və eyni zamanda daha çox məlumat qəbul eləməyə başlayacaqlar. Zehin daha çox aktiv çalışacaq. Və son olaraq 1940-cı ildə dünya tarixinə baxdığımız zaman Uran əkizlər bürcünə səyahət edib və növbəti dəfə artıq 2026-cı ildə öz səyahətinə başlayır. 1940-cı ildə dünya tarixinə baxsaq, Uranın əkizlər bürcündə hərəkəti zamanı dünyada nələr baş verdi? Həmin dönəm İkinci Dünya müharibəsi dönəmi idi və indi də hal-hazırda dünyada bir qarışıqlıq dönəmidir. Eyni zamanda o dönəmlərdə radar, kodlaşma və ilk olaraq kompüter texnologiyası barədə ilkin belə deyim inkişaf və ilkin mərhələ dönəmi o dönəmlərdə başlamışdı. Eyni zamanda media və informasiya çox böyük strateji mənbə və güc kimi istifadə olunurdu. Hal-hazırda da 2026-cı ildən 2033-cü ilə qədər Uranın əkizlər bürcündə hərəkəti zamanı dünyamız çox dəyişəcək. Həqiqətən də informasiyada, texnologiyada çox böyük ixtiralar olacaq. Hətta deyərdim ki, tamamilə dünya sistemi süni intellektə doğru keçməyə başlayacaq. Akademik biliklər tamamilə arxa planda qalacaq. Daha çox insan gücündən, daha çox robotlaşma, süni intellekt, kompüter texnologiyaları daha çox öz sözünü deməyə başlayacaq. İndi isə keçid eləmək istəyirəm Uranın bürclərə olan təsirlərinə. Bəli, dünya üzərində Uran bu təsirləri verəcək. Bəs sizin bürcünüzdə hansı təsirləri verəcək? Və qeyd eləmək istəyirəm ki, bürc proqnozlarını yaxşı olar ki, yüksələn bürcünüzə uyğun dinləyəsiniz. Çünki yüksələn bürcə uyğun verilən bütün proqnozlar daha dəqiqdir. Əgər yüksələn bürcünüzü bilmirsinizsə, o zaman şərh bölməsinə doğum tarixinizi və saatınızı qeyd edin. Yüksələn bürcünüzü tapmaqda sizə yardımcı olacağam. İlk öncə Qoç bürcündən başlamaq istəyirəm. Çünki Qoç bürclərinin bu Uranın əkizlər bürcündə olan tranziti Qoç bürcünün 3-cü evində baş verəcək. Yəni fikirləri, düşüncələri, yaxın çevrəsi, bacı, qardaşı, ünsiyyəti, təhsil həyatı, qısa səyahətləri barədə Qoç bürcləri böyük bir dəyişimə gedəcəklər. Fikirləri çox aktiv ola bilər. Yeni ixtiralar, yeni düşüncələr və yaxud da ki, yeni fikirlər, fikirlərin həyata keçirilməsi, bəlkə biznes sahəsində hər hansı bir dəyişimlər və uğurlar mövzusu onları gözləyir. Yaxın çevrələri, bacı, qardaş, ətraf insanlardan onlara dəstək də gələ bilər. Eyni zamanda hər hansı bir biznes işi görmək istəyirlərsə bu dönəmdə buna da belə deyim, yönlənə bilərlər. Buğa bürcləri isə qarşıdakı 7 il ərzində maliyyə mövzularını, maliyyə təhlükəsizliyi mövzularını daha çox ön plana qoyacaqlar. Buğalara bu dönəmdə yeni iş dəyişimi, karyera dəyişimi, eyni zamanda maddi yatırımlar mövzusunda
ani bir dəyişiklik enerjisi yarana bilər. Ani bir iş təklifi, ani bir biznes təklifi və yaxud da ani anda maddi mövzularla bağlı bir dəyişim yaşaya bilərlər. Boğalara tövsiyəm odur ki, bu dönəmdə yaxşı olar ki, düşünülmüş addımlar atsınlar. Bəli, fikirlərə, düşüncələrə açıq olsunlar, yeni ideyalar, yeni bir biznes, yeni bir karyera növünə yönələ bilərlər, amma diqqətli qərar vermələri çox önəmlidir. Maddiyyatlarını təhlükəyə atmasınlar. Əkizlər bürcü, bu Uranın tranziti sizin birinci evinizdədir və birinci evinizdə özünüzlə, məqsədlərinizlə, hədəflərinizlə bağlantılıdır. Əkizlər bürcünün qarşıdakı 7 il ərzində həyatları tamamilə dəyişəcək. Yeni bir əkizlər, belə deyim, enerjisi gələcək, yeni bir mən enerjisi gələcək. Məqsədləri, hədəfləri ilə bağlantılı bəzən zaman-zaman üsyan eləyə bilərlər, bəzən zaman-zaman dəyişim istəyə bilərlər həyatlarında. Elə həyatlarını da dəyişəcəkləri bir dönəm olacaq, amma biraz daha səbirli olmaları lazım olan bir döngüdür. Çünki qarşıdakı 7 il ərzində həyatınız, həyat sisteminiz dəyişimə doğru gedəcək. Xərçəng bürcləri, bu döngü biraz sizi daha çox 12-ci ev mövzularına yönəldə bilər. Yəni, düşüncələriniz, fikirləriniz də yeniliklər, yeni ideyalar bəlkə yarana bilər və yaxud da fikrinizdə sizi narahat edən mövzular çox götür-qoy eləyə bilərsiniz. Eyni zamanda 12-ci evdə Uranın olması sizə bəzən gözləmədiyiniz yerdən, gözləmədiyiniz şok hadisələr yaşada bilər, gözləmədiyiniz insanlardan hər hansı bir hərəkət görə bilərsiniz və yaxud da ki, heç belə deyim, arxanızdan çevrilən işlərlə bağlantılı hər hansı bir şok xəbər ala bilərsiniz. Amma bu dönəm biraz fikrinizi, biraz ruhunuzu dinləyib və düşüncələrinizə fokuslanıb həyat məqsədinizi yönləndirəcəyiniz qarşıdakı bir döngü sizi gözləyir. Şir bürcləri, qarşıdakı 7 il ərzində sosial çevrəniz dəyişəcək. Bəlkə tanınacaqsınız, bəlkə məşhur olacaqsınız, bəlkə hər hansı bir arzunuz, hədəfiniz varsa, o mövzuya doğru yönələcəksiniz. Dostlarınız dəyişə bilər. Ani halda həyatınızdan heç bilmədiyiniz halda, heç istəmədiyiniz halda dostlar çıxa bilər, yeni dostluqlar gələ bilər, yeni sosial mühit, yeni çevrə və yeni ortamla bağlantılı bir çox dəyişimlər özünü göstərmiş olacaq. Qız bürcləri, 10-cu eviniz aktivləşir. Yüksələn qızlar, iş və karyera mövzusunda böyük bir dəyişim sizi gözləyir. Xüsusilə də karyera mövzusunda hər hansı bir dəyişiklik və yaxud da çoxdandır gözlədiyiniz hər hansı bir iş, karyera dəyişimi varsa, ani qərarla o dəyişimə gedə bilərsiniz. Daha özünüzü, gücünüzü göstərə biləcəyiniz, xüsusilə də zehni işlə məşğul olan qız bürcləri iş və karyerada həqiqətən də yeni bir dönəmin əsasını qoya bilərsiniz. Tərəzilər, 9-cu ev mövzularınız aktivləşəcək. Yəni, bu dönəmdə daha çox ani bir qərarla ölkə xaricinə köçə bilərsiniz. Ani bir qərarla iş dəyişdirə bilərsiniz. Ani bir qərarla tamamilə təhsillə bağlantılı yeni bir, belə deyim, təhsilə başlaya bilərsiniz. Bu dönəmdə sizi ən çox ölkə xarici səfərlər, daha çox səyahət edəcəyiniz bir döngü ola bilər. Ölkə xaricində yaşayırsınızsa, bəlkə ölkənizə qayıtmaq fikri ola bilər. Eyni zamanda sənət və işlə bağlantılı məhkəməli bir məsələləriniz varsa, daha diqqətli olmağınız lazımdır bu dönəmdə. Əqrəblər, Əkizlər bürcünə Uranın tranziti sizin maliyyə mövzularınızı ön plana qoyacaq. Xüsusilə gəlirlərinizi, ortaqlı gəlirlərinizi, şərikli gəlirlərinizlə bağlantılı böyük bir dəyişim verəcək. Bank, kredit, ipoteka mövzuları, ortaqlı gəlir mövzuları gündəminizə gələ bilər və gözləmədiyiniz halda hər hansı bir yerdən sizə pul gələ bilər, miras gələ bilər, maddi dəstək də gələ bilər bu döngüdə. Oxatanlar, hazırlaşın, çünki Əkizlər bürcündə bu Uranın tranziti sizi ən çox münasibət, ortaqlı mövzularda dəyişimə aparacaq. Bir çox oxatan bürcü bu tranzitdən ailə həyatı qura bilər və yaxud da ki, yeni bir münasibətə başlaya bilər və yaxud da ki, evliyinizlə bağlantılı bir problem yaşayırsınızsa, qarşıdakı 7 il ərzində bu problemin həll yoluna yönələ bilərsiniz. Ani anda münasibətlərin bitişi və yaxud da başlaması mərhələsi bu 7 illik döngüdə sizi gözləyir.
Oğlaqlar isə qarşıdakı 7 il ərzində daha çox gündəlik həyatlarına fokuslanacaq. Bəlkə də heç olmadığı qədər öz gündəlik rutinlərini düşünəcəklər, öz sağlamlıqlarının qeydlərinə qalacaqlar. Daha çox gündəlik həyatda daha fərqli, belə deyim, xəbərlər ala bilərlər. Sağlamlıqla bağlı mövzulara diqqət eləsinlər. Çünki heç gözləmədikləri halda sağlamlıqla bağlantılı hər hansı bir problemli məsələ onların diqqətinə gələ bilər. Dolça bürcləri. Uranın əkizlər bürcünə tranziti sizin 5-ci evinizdə yaşanacaq və övladlarınız, sevgi həyatınız, həyatdan alacağınız zövqlər və şanslar mövzusunda sizə ani şans qapıları açacaq. Çoxdandır ailə həyatı qurub övlad sahibi olmaq istəyən dolçalar, bəlkə bu Uranın tranziti ilə övlad sahibi ola bilərsiniz və yaxud da ki, yeni bir sevgi macərası başlaya bilər və yaxud da ki, 5-ci evinizdə Uranın bu tranziti sizə heç gözləmədiyiniz yerdən gözəl şans qapıları da açmış ola bilər. Balıqlar bürcü, zodiakın sonuncu bürcü, Uranın əkizlər bürcünə tranziti sizin 4-cü evinizdədir. Yəni ailə yuva evinizdə və Uranın bura tranziti ailə yuva mövzularına bağlı böyük dəyişimlərə səbəb ola bilər. Bəlkə də çoxdan köçmək istəyirsiniz, ev dəyişmək istəyirsiniz. Məhz Uranın bu tranziti ilə ev dəyişmə planları ani şok təsirilə baş verəcək. Bəlkə də ailə həyatı qurmaq istəyirsiniz. Bu dönəm sizi yeni bir ailə mərhələsinə hazırlayacaq və yaxud da ailə daxili hər hansı bir məsələlərdə gözlənilməz sürpriz hadisələrlə üzləşməyiniz böyük ehtimaldır. Uranın əkizlər bürcünə olan tranzitinin bürclərə olan təsirlərini sizin diqqətinizə çatdırdım. Əgər yüksələn bürcünüzü bilmirsinizsə, videonun şərh bölməsinə öz doğum tarixinizi və saatınızı qeyd etməklə öz yüksələn bürcünüzü izləyə bilərsiniz. İzləmədə qalın, çünki növbəti videolarda da gələn həftənin bürc proqnozlarını sizə paylaşmış olacağam.